Allahu Ekber. Qureyş surəsi 106-cı surə Qureyş qəbiləsi. Ayə sayı 4. Əsas mövzu. Qureyşin rifah və təhlükəsizliyi. Qureyşin adətinə görə qış və yay səfərlərinə alışdırıldığı üçün Qureyş qəbiləsi ticarət üçün yayda Şaman, qışda isə Yəmənə səfərlər edir və bu səfərlər sayəsində dolanırdılar. Allah onlara bu imkanları, təhlükəsizlik və rifah vermişdi. Şükür və ibadət çağırışı. Qoy onlar bu evin Rəbbinə ibadət etsinlər. Allah Qureyşə nemətlər verdiyi üçün onlardan onun evinə, Kəbəyə, səmimi ibadət etmələri tələb olunur. Ruzini və əmin hamanlığı verən. O, Allah onları aclıqdan qurtarıb yedizdirdi və qorxu içindəykən onlara əmin hamanlıq verdi. Allah Subhana və Teala həm iqtisadi, həm də fiziki təhlükəsizlik verərək Qureyşi digər qəbilələrdən üstün etmişdi. Nəticə. Qureyş surəsi göstərir ki, Allahın verdiyi nemətlərə qarşı ən doğru cavab ibadətdir. Qureyş qəbiləsinin aldığı bu lütf onları təkəbbürə yox, şükür və itaətə sövq etməlidir. Bu surə həm də bütün insanlara aiddir. Ruzinin təhlükəsizliyi və bütün nemətləri verən yalnız Allahdır və ona ibadət etmək bizim borcumuzdur. Allah